Değildi ki bazar günü səhər İranı vuracaq Amerika. Ancaq bu da reallaşmadı. Yəni bir müddətdir biz bu belə desək kəlmə oyunlarını biz hələ görəcəyik, bir müddət görəcəyik. Çünki Trump əslində bugünkü gündə özünə bir tərəfdaş tapa bilmir. Regionda da tərəfdaş tapa bilmir. Çünki regionda hansısa bir regiondan İranı vurmaq üçün o ərazidə onun yerləşməsi lazımdır. Yəni bir üstlərdə belə desək, bir bazalarda onun yerləşməsi lazımdır. Və hansısa bir ölkələrdən biri, yəni regiondakı ölkələrdən biri, bu olsun Azərbaycan, bu olsun Türkiyə, bu olsun Ərəb Əmirlikləri, bu olsun məsələn Ermənistan və s. Yəni bu ərazidə olan ölkələr arasında, Orta Doğu ölkələri arasında və Qafqazda, yəni İrana yaxın sərhəd ölkələr Amerika belə desə, bir şərait yaratmalıdır ki, o ölkələrdən İrana zərbə vurulsun. Ancaq biz bugün gördük ki, İrana heç bir zərbənin vurulmasının bu ölkələrin heç biri əslində Amerika üçün bir şərait yaratmaq niyyətində deyil. Eyni zamanda biz bunu artıq Hakan Fidanın çıxışlarından da gördük. Eyni zamanda cənab prezidentin, yəni Azərbaycan prezidentinin verdiyi bəyanatdan da belə desək, Pezişkanla olan danışığından da biz bunu sezdiyi artıq gördük ki, heç bir dövlətlər və Amerika üçün ümumiyyətcə hansısa bir belə desək, ərazini açmaq niyyətində deyil, müharibə üçün niyyətində deyil. Onun üçün bugünkü gündə bilirsiniz ki, danışıqlar gedir və eyni zamanda Amerikanın Türkiyə ilə bir danışıqlar masasında belə desə, bir danışıqlar sövdələşməsi də gedir ki, bunu Türkiyə artıq bəyan elədi ki, ortada Türkiyə, Amerika və İran olaraq bir belə desə bir üçlü görüşmə də keçirilə bilər. Bunu da bəyanat elədi və bugünkü gündə belə deyə arabuluculuq, yəni o məqsədi ilə Türkiyə zaten çalışır. Və təbii ki, onu desək ki, İranın bugün İsrailin, yəni İsrail İranın vurması zaten hər zaman biz bunu görürük. Çünki İsrail İranla mütəmadi olaraq zaten düşman bir mövqedədir. Ancaq ona baxmayaraq İsrail özü belə 12 günlük savaşdan sonra o səviyyədə bugün deyil ki, özü İrana qarşı hansısa bir addım atsın. Ona görə də bugünkü gündə Amerikanı belə desə arxasına alaraq bir addım atmaya çalışır. Ancaq Amerika da çox gözəl başa düşür ki, bölgədə yaranan hər bir qığılcımdan sonra Orta Doğuda, yəni Yaxın Şərqdə və ümumiyyətcə bu regionda böyük bir müharibə başlaya bilər. Və bu müharibənin bugünkü gündə Amerikanın nə dərəcədə sonra arxasında dura biləcəyi də bu artıq sual altındadır. Çünki bu artıq genişləndikcə hətta digər ölkələrə də keçəcək. Burada həm göç problemləri, demografiya problemləri başlayacaq, həm digər belə desə iqtisadi problemlər başlayacaq. Çünki bugünkü gündə bilirik ki, böyük bir investisiyalara, layihələrə, maliyyələr, şirkətlər maliyyələr yatırıb. Bu eyni zamanda Amerikan şirkətləridir, maliyyələr yatırır, eyni zamanda Türkiyə şirkətləridir, Avropa şirkətləridir. Yəni bunların hər birinin bugünkü gündə iqtisadi baxımdan götürsək, heç birinə sərf etmir ki, bu müharibələr bugünkü gündə belə bir qığılcımına, belə bir qığılcım olsun ki, bu müharibə yaransın ki, bu investisiyaların belə desə batsın getsin. Çünki bu heç kimə bugünkü gündə lazım deyil. Və təbii ki də İranın bugünkü gündə vurulmasını da mən hesab edirəm ki, İran haradasa məcburiyyət qarşısında qalıb. Çünki İranda həqiqətən mən özüm də danışıram. Məsələn, İranla bir münasibətlərimiz olanda, yəni sövdələşmələrimiz olur, bir xəbərləri bildirir. Təbii ki, İranın son illərdə getdiyi proses çox gərgin bir proseslərdən keçir, çox çətin iqtisadi proseslərdən keçir, sosial proseslərdən keçir. Ancaq son olaylar bir növ İranda artıq dəyişikliyin baş verməsi nə gətirib çıxartmalıdır. Bu mümkünsüz deyil ki, yəni bu qədər qətliamlardan sonra, belə deyə, insanların tələfindən sonra burada bir dəyişiklik baş verməsin. Burada təbii ki, bir şey baş verəcək. Ancaq bu necə baş verəcək? Burada onu nəzərə almaq lazımdır ki, sistemin çökməsini biz burada görə bilməyəcəyik o səviyyədə. Çünki bu həddən artıq geniş və çox dərin bir qurulmuş bir sistemdir, ideologiyadır. Və bunun üzərində qurulmuş bir kökənli bir dövlət var. Və biz bugün o kökənli dövlətin belə desə tələf olacağını və ya hakimiyyət dəyişikliyini biz bugün görə bilməyəcəyik. Təbii ki, orada bir əsnəmələr olacaq. Hansısa bir prezidentin bəlkə səlahiyyətləri
mənim fikrimcə daha üstün olmalıdır. Yəni din baxımından biraz daha azaltmaq lazımdır bu məsələdə. Yəni prezidentlik gücünü biraz daha artırmaq lazımdır ki, orada bir balans yaransın. Çünki insanlar dinə qarşı ümumiyyətcə çox negativ münasibətlədirlər onlar, yəni Şiə dininə və s. Çünki bu insanların artıq ortamında bu, yəni belə desək, cəmiyyətin özündə bu proses gedir. Ona görə orada bir dəyişiklik olacaq. Ancaq Amerika ilə İranın münasibətlərindən İran məcburdur bugün Amerika ilə bir sövdələşməyə getmək. Yəni hansısa bir geri çəkilmələr eləyəcək. Amerikanın tələb etdiyi yəni nüvə silahından tamamilə azaltması, yəni nüvə silahını tamamilə bitirməsi, uranyumun zənginləşməsini tamamilə azaltması, cəmiyyətdə gedən proseslərdə bir esnəklik yaratması, bunların hər birində İran məcbur olub hansısa bir addımlar atmaq məcburiyyətində qalacaq. Çünki bunlara nəzarət də olacaq. MAGATE tərəfindən nəzarət mümkünsüz deyil. Bunu Amerika tələb eləyəcək və təbii ki də oraya İran o MAGATE-nin beləsi nümayəndələrini buraxmaq məcburiyyətində də qalacaq. Və ona görə də ya bu məsələlərdə İran bir növ hansısa bir yola gələcək, belə deyək, ya da ki, təbii ki, mən burada da istisna eləmirəm ki, əgər yola gəlməyəcəklərsə, bu sövdələşmələr olmayacaqsa, Amerika İrana qarşı hansısa bir ciddi addımlar ata bilər.